Azərbaycanın işğal olunmuş torpaqları azad olacaq. Azərbaycan müstəqil dövlət kimi öz taleyinin, öz ərazisinin sahibi olacaq, öz torpaqlarının sahibi olacaqdır. Buna əmin ola bilərsiniz. Bugün Azərbaycan Zəfər Bayramını qeyd edir. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq qələbəmizdir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir. Şanlı qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir. Bu qələbə bizimlə əbədi olacaq. Bütün Azərbaycan xalqını Zəfər günü münasibəti ilə ürəkdən təbrik edirəm.